Dostlar, salam. Bugün sizə Katya-nin təqdimatı ilə olan Kapi Bomba adlı airdropdan haqqında danışacağam. Bu airdropdakı məqsəd xal toplamaqdır. Qısa müddət ərzində bu xalları toplamaq olur. Baxın, oyundakı bütün xüsusiyyətlər olmasa da bəzi xüsusiyyətləri açıqlamaq istəyirəm. İlk növbədə burada düşmanları öldürürük və yerkökü vasitəsilə edirik bunu. Çünki yerkökü bu Kapinin sevimli yeməyidir. Bu vasitə ilə belə əşyalar alır. Məsələn, gözlük yeni gözlüklə əvəzlənir beləliklə. Daha da gücləndirir və xal verir. Bu xallar da yuxarıda gördüyünüz kimi qeyd olunur. Beləliklə oyunun missiyası güclənir və yeni bir missiya daha gəldi. Zindan missiyası. Bunu oynamaq üçün baxın, buradakı xal lazımdır. Bu B yazılıb ha. Baxın, bu yuxarıdakı xal lazımdır ki, siz rəqiblərlə savaşa biləsiniz və güclü olmağınız şərtdir. Bunun üçün qazandığınız zaman bu 100 xalı almış olursunuz. Oyun belə başlayır. Qoşulursunuz və burada yarış var. Həqiqətən güclü bir yarış var. Beləliklə oyunda təbii ki daha güclü olduğum üçün bu missiyada qalib gəlməyim mühtəməldir. Sadəcə müdafiəm biraz zəifdir, amma yenə də göründüyü kimi qalib gəlməyim çox yaxındır. Bəli, hazır. Göründüyü kimi qalib gəldim. Burada da ümumi mənzərəyə bir baxaq sıralamaya. 20278-ci sıradayam. 1398 xalım var. Göründüyü kimi. Bu da belə. Və digər bir şey də var ki, patronla savaşmaq. Bu patronla savaş eyni. Ona bənzər xüsusiyyətləri daşıdığı üçün girməyəcəm. Burada pul qazanmaq var. Dəvət funksiyası var və görevlər var. Görevlərə vuranda biz bu görevlər vasitəsilə xallar qazanırıq və bunları yoxlamaq lazımdır. Rol, burada texnik şeylər var. Gördüyünüz kimi bu texniklər artdıqca xanalar artır və buradan istənilən hücum funksiyaları, müdafiə funksiyalarını aktivasiya eləmək mümkün olur. Burada da binək var. Yəni istədiyiniz binəklərdən seçirsiniz. Hələ ki mən ala bildiyim budur. Başqa nə qaldı? Bir də baxaq. Link paylaşacağam aşağıda. Sıralamaya da baxaq. Burada sıralama çox maraqlıdır. 2978-ci sıradayam və bronz liqasındayam və dünən başlamışam. Baxın, dəmir liqası, bronz liqası, sonra gəlir gümüş. Hər missiyada 3 mərhələdən ibarətdir. Getdikcə çətinləşir təbii ki, bu konkret bir şeydir ki, çətinləşir. Burada gümüş məsələn missiyasında, altın missiyasında, platin missiyasında olanlar var, amma ustaya hələ böyük usta görüşünüz çatmayıb. Çünki yeni başlayıb deyə oyun. Bu qədər dostlar. Videonu çox tutmayacağam, amma sizdən bir xahişim var. Xahiş edirəm, kanal yenidir, dəstək olun. Burada istəsəniz pul da xərcləyə bilərsiniz, amma mən yenə məsləhət görmürəm. Baxın, burada 1 dollar xərcləyib bunları ala bilirsiniz və 60-cı səviyyəyə qədər qaldırır sizi. Buradakı fondur. Burada da sizə çox fərqli funksiyalar qazandırır. Təbii bu airdrop müddətincə maraqlı hadisələr gözlənilir. Bu oyun bir müddət davam edəcək, amma mən oynayıram bunu. Maraqlıdır mənim üçün. Bu qədər dostlar. Kanala abunə olun. Kanal yenidir və dəstəyinizi əsirgəməyin. Yeni videolarda görüşənə qədər Azi Kripto kanalı fəaliyyətə yeni başladı. Təbii ki, biz Telegram oyunları oynamırıq, amma bu oyun sırf Katizmlə əlaqəli olduğu üçün bunu tövsiyə edirəm. Telegram oyunları içərisində demək olar ki, Katizm tək oyun idi ki, heç bir məbləğ tələb etmirdi. Təbii yatırım eləyənlər var idi, amma onsuz da Telegram oyunlarına artıq heç kim güvənmir. Amma belə oyunlara, belə əyləncəli oyunları oynamağa dəyər. Təşəkkürlər. Kanala abunə olub dəstək olmağı unutmayın. Sağ olun.